Naringilər həddindən artıq yemək qastriti gücləndirə bilər. Yenavaz.com xəbər verir ki, bu barədə TASS Proqov Universitetinin Ana və Uşaq Sağlamlığı İnstitutunun 2 saylı xəstəxana pediatriya kafedrasının dosenti Olqa Tarasova məlumat verib. Həkim bildirib ki, böyüklər üçün norma gündə 0,5-1 kiloqramdır. Stat: Naringilərin xüsusilə turş sotlarında limon və askorbin turşuları kimi yüksək miqdarda üzvü turşular var. Bu mədə mukozasını birbaşa qıcıqlandırır və mədə şirəsinin ümumi turşuluğunu artıra bilər. Bundan əlavə, qabıq və pulpa mədə şirəsinin istehsalını stimullaşdıran maddələr ehtiva edir. Sağlam bir insanda bu, mədə yanması, ağrı və narahatlığa səbəb ola bilər. Qastrit və ya xorası olan bir insanda isə kəskin pisləşməyə, ağrının artmasına və hətta qanaxmaya səbəb ola bilər. Mandarinləri əsas yeməklərdən sonra gündə 3-5 dəfə yeyin. Əgər sizdə qastrit və ya xora xəstəliyiniz varsa, pəhrizə ciddi əməl edin və istehlakınızı məhdudlaşdırın. Statın sonu.